Azərbaycan əskəri zabiti torpaq üçün yox, xalq üçün döyüşür. Çünki torpağı müqəddəs edən onun üstündə yaşayanlardır. O uşağın gülüşünü, ananın göz yaşını qoruyur. Hər atdığı addım bir millətin sabahına yazılır. Ordu sarsıla bilər, amma iradə əsla. O həm sipərdir, həm dayaq. Vətən ona güvəndiyi qədər, o da vətənə arxadır. Vətəninə arxa olub. Vətəni üçün canından keçən igidlərimizdən biri də şəhid baş leytenant Mirzəyev Cavid Azəroğludur. Cavid 1994-cü il noyabr ayının 14-də Siyəzən rayonu Gilçay qəsəbəsində anadan olmuşdur. Sonradan Sumqayıt şəhərinə köçən Cavid elə ilk təhsilini də Sumqayıt şəhərində yerləşən bir sayılı tam orta məktəbdə almışdır. Şən, gülərüz, mehriban uşaq olan Cavid qısa müddət ərzində bütün məktəbin sevimlisinə çevrilir. Orta təhsilini bitirdikdən sonra Bakı Slavyan Universitetinə qəbul olan Cavid burada da qısa müddət ərzində hər kəs tərəfindən sevilir. Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Cavid hərbi formanı geydiyi ilk gündən ona aşiq olur və həyatını vətənə xidmətə həsr etməyə qərar verir. Silahlı qüvvələrin təlim və tədris mərkəzində kurs keçən Cavid leytenant rütbəsi alaraq zabit kimi ordu sıralarına qatılır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılan Cavid burada da öz döyüş bacarıqlarına görə fərqlənir. Dəfələrlə düşmənlə üz-üzə qalır, yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxarır. Müharibə zamanı göstərdiyi şücaətə görə Füzulinin, Xocavəndin azad olunmasına görə, vətən uğrunda, hərbi xidmətlərə görə, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilir. Müharibədən sonra xidmət yerinə qayıdan Cavid, Qarabağımızın azad olunmasında iştirak etdiyi üçün fəxr hissi ilə xidmətini davam etdirir. Cavid Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhadətə ucalır. Şəhid baş leytenant Mirzəyev Cavid Azəroğlu Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilir.